Salam, hörmətli izləyicilər. Milli Məclisdə 2 qanun qəbul olunub. Biri vergi güzəştləridir, biri də ki, təhsil haqqının qanunu. Mən şəxsən vergi güzəştləri barədə qəbul olunan qanundan narazıyam. Ona görə ki, əlilliyi olan şəxslərlə bağlı qanun qəbul olunub. Hörmətli izləyicilər. Şəxsən onu qeyd edin ki, orada qeyd olunur ki, əlillərin əl şirkəti varsa, ondan 2% vergi verməli. Daha 4% yox, 20% yox, 18% yox. Mən nədən razıyam? Şəxsən Zaur Seyidzadə bir əlilliyi olan şəxs kimi, yəni əlilliyi arabasında bir şəxs kimi, eyni zamanda hüquqşünas kimi və əlillik təşkilatının rəhbəri kimi hörmətli izləyicilər. Bilirsiniz ki, əlillər var ki, tək əlil işi ilə məşğul olunmur. Adam var şairdir, yazıcıdır, kitab yazır, adam var kompüter ustasıdır, kompüter düzəldir, proqramistdir və digər fəaliyyət növlərinə məşğuldur. Mən özüm şəxsən uzun müddət əlillik təşkilatının rəhbəri olduğuma görə, əlillərin Zaur Xeyir Cəmiyyətinin sədri olduğuna görə, əlillərlə işləmişəm, sərgilərdə dəfələrlə olmuşam. Bilirəm ki, əl işləri olan əlillərin sayı azdır, hardasa 500-600 nəfər belə bir sayı var. Amma digər fəaliyyət növlərinə məşğul olan əlillər çoxdur. Əlil var dediyim kimi, yazıcıdır, kitab yazır, kompüter düzəldir və yaxud başqa bir işlə məşğuldur və yaxud belə deyək, görmə qabiliyyətindən olan əlillərin əksəriyyəti belə deyək, masaj fəaliyyətindən məşğuldur, masaj edir insanlar. Bu necə olsun? Mən özüm şəxsən hüquqşünasam, əliləm, qanunla bağlı məsləhətlər verirəm, ərizələr yazıram, kitabları yazmışam. Bəs bu necə olsun? Hörmətli izləyicilər. Ona görə narazıyam. Amma indi biz Milli Məclisin belə deyək, verdiyi məlumatı qulaq asaq, eyni zamanda burada məlumat verir ki, azad olmuş zonalarda kim təhsil alırsa məşğul nasibsə orada təhsil haqqından azaddır. Onu bəyənirəm. Onun nisbət addımdır. Amma əlillərlə bağlı olan səni bəyənmirəm, hörmətli izləyicilər. Qulaq asaq. Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib. Bununla bağlı parlamentin... Burada xanım deməsi son oxunuşa, son oxunuş, soxub deməsi, doğrudan da bu qanun verici əlillərlə bağlı necə gəldi soxurlar, baxmırlar. Uyğundur, tək bu sahədə yox. Bayaq video baxıram, Sosial Müdafiə Nazirliyinin Məşğulluq İdarəsinin əməkdaşı məlumat verir ki, 1550 işlə təmin edilmişim. Hansı əlillik işlə təmin edib? Şəxsən məni təmin edən yoxdur. 2 ay təhsilim var. Biri İncəsənət İnstitut Tiyatroşünaslıq, digər Hüquq Fakültəsi. Amma işlə təmin edən yoxdur. Özüm də 10 ildən artıq Məşğulluq İdarəsində qeydiyyatdayam. Hani baxan var, xeyr. Qulaq asaq. Qulaq asaq. Bugünkü plenar iclasında sosial sığorta haqqında qanuna və vergi məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünü məşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% vergi tutulacaq. Həmçinin onların əl işlərinin satışının həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq. Əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər. Əl işlərinin satışından əldə olunan gəlir vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bundan başqa təhsil haqqında və peşə təhsili haqqında qanundan nəzərdə tutulan dəyişikliyə əsasən isə işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaların təhsil haqqını dövlət ödəyəcək. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026, 2026-2027, 2027-2028-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldığı müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilmiş ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil. Peşə təhsili üzrə normativ yoxdur, qanun yoxdur ki, dövlət hesabına ödənsin.
Yoxdur qəbul edilmir. Ben nəyə görə oturmuşsunuz orada? Hörmətli izləyici, xahiş edirəm bu videonu bəyənin qoy hamı bilsin. Bu qanun barədə məlumatlar, xüsusilə əlilliyi olan şəxslər. Dəstək ol birimizə. Mənə dəstəksində YouTube kanalına abunə olun. Diqqətinizə görə çox sağ olun. Sağ olun.